cəmiyyətin filialları əhaliyə 40-dan artıq növdə poçt xidməti göstərir. Əhalidən yığılan bütün kommunal xidmət haqlarının 70%-ni Azərpoçt məhdud məsuliyyətli cəmiyyətin filialları qəbul edir. Baratların göndərilməsini isə əsasən ölkəmizdə Azərpoçt həyata keçirir. Ona görə də cəmiyyətin rəhbərliyi əhalinin bu sahəyə olan zəruri tələbatını nəzərə alaraq bayram günlərində də işləməyi qərar alıb. Nəticə isə təqdir olunasıdır. Belə ki, bayram günlərində qəbul edilən baratların həcmi nəzərə çarpacaq dərəcədə artıb. Bu günlərdə poçt işçiləri əsgər ailələrinin ən yaxşı köməkçisidir. Çünki göndərilən baratların böyük əksəriyyəti hərbi hissələrə ünvanlanıb. Bu sahədə göstərilən xidmətdə keyfiyyət artırılıb. Qəbul edilən baratlar 24 saat ərzində ölkə daxili bütün ünvanlara çatdırılır. Son vaxtlar bütün poçt şəbəkələri sürətli xidmət, e-mail göndərişlərinin qəbulu ilə təmin olunub. Əksər filiallar Milli Bank tərəfindən yaradılan kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulub. Bu da bayram günlərində poçt şöbələrində həyata keçirilən bank əməliyyatlarının həcmini xeyli artırıb. Könül Babayeva, Suxayat Akişiyev, Müşfiq Əliyev, xəbərlər.